Up to date 110,000 hectares. Sözsüz ki 3 il ərzində bu kifayət qədər böyük rəqəmdir. Yəni 110.000 hektar təmizləmə bu bütün deməli operatorlar tərəfindən icra olunmuş bir fəaliyyətdir. Amma bir şeyi nəzərə almaq lazımdır ki, birincisi bu 110.000 hektar ANAMA arta icra elədi bu işləri. Və bir şey də qeyd edeyim ki, 110.000-in yarısından çoxu ANAMA-nın təmizlədiyi ərazilərdir. Qalan ərazilər başqa dövlət qurumları və qeyri-hökumət təşkilatı və deməli özəl kompaniyalar tərəfindən həyata keçirilib. Bu dövr ərzində ANAMA həm maddi-texniki bazasının, həm insan resurslarının artıra gəlmişdir. Yəni 2021 ildən başlayaraq ANAMA-nın həm insan resursları, həm maddi-texniki bazası arta gəlmişdir. Sözsüz ki, ANAMA fəaliyyətini beynəlxalq humanitar mina təmizləmə standartları üzərində qurur və son 25 il ərzində ANAMA kifayət qədər böyük bir yol keçmişdir. Həm Azərbaycanda, həm Azərbaycandan kənarda ANAMA kifayət sayda layihələr icra etmişdir. Və sözsüz ki, biz başqa ölkələrin təcrübəsini hər zaman öyrənirik və öyrənməyə də davam edəcəyik. Bizim Göygöl rayonunda deməli trening mərkəzimiz var. Trening mərkəzində davamlı olaraq treninqlər keçir və biz demək olar ki, hər gün, hər saat yeni mina təmizləməyənləri hazırlayırıq və bu tədris mərkəzində, bu trening mərkəzində bütün dərslər beynəlxalq humanitar mina təmizləmə standartlarına uyğun həyata keçirilir.